İvanova vilayətinin Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti İctimai Təşkilatının sədri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib. Bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb. Bildirilib ki, qərar Rusiya Federal Təhlükəsizlik Xidmət tərəfindən verilib. Buna səbəb kimi milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər göstərilir. Qeyd edək ki, Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanova şəhər dumasına namizədliyini irəli sürmək istəyib və namizəd kimi qeydiyyatdan keçib. Lakin bu məlumatın dərc olunmasından sonra yaranan onlayn qalmaqala görə İvanova seçki komissiyası onun qeydiyyatını ləğv edib. Xatırladaq ki, Rusiyada Azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin Rusiya vətəndaşlığının ləğv olunması məsələsi müntəzəm hal alıb. Belə ki, bundan öncə Rusiyanın Arxangelsk, Moskva, Ulyanovsk vilayətləri, Moskva şəhərinin və digər bir sıra regionlardakı diaspor rəhbərlərinin Rusiya vətəndaşlığı ləğv edilib.